Salam əziz və dəyərli şagirdlər. Uzun bir aradan sonra yenidən video çəkilişlərə başlayırıq. Keçən ilki ildə videolarımız demək olar ki 9 və 10-cu sinifləri əhatə elədi. Ən çox üstünlük olaraq 9-cu sinifləri əhatə elədi. Hal-hazırki videolar artıq demək olar ki 9, 10, 11-ci sinifləri əhatə edəcək və artıq bu illərin 11-ci sinifində demək olar ki buraxılış sınaqlarını və əlavə olaraq müxtəlif tipli sınaqları, dəyər olsun, güvən olsun, OTK olsun, sınaqlarını paylaşmağa cəhd edəcəm. Belə deyək ki, yəni vaxt olduqca paylaşacağım bunları da təbii ki. Deməli, bu videoda bəs nəyi bildirmək istəyirəm? Kvadrat köklər xassəsində bəzi qaranlıq qalan bir məqam var. Yəni, hətta belə deyə bilərəm ki, hal-hazırda isbat, amma sadə bir isbat formasından, yəni bu məsələni, bu problemi çözmək olur, belə deyək. Yəni, o qaranlıq qalan məsələ nədir? Rast düşüb sizə bu məsələ. Tutalım ki, məsələn, 3-cü dərəcədən kök altında A ədədi, belə deyək ki, gəl belə deyək. Məsələn, hər hansı kök altında A ədədirsə, əgər kökün dərəcəsi məsələn 2n şəklində, yəni cütdürsə, kökün dərəcəsi cütdürsə, biz bilirik ki, burada A hökmən böyük bərabərdir 0 şəklində olmalıdır. Amma kökün dərəcəsi, tutalım ki, 2n üstə gəlsin 1 şəklində təkdirsə, A hər şey ola bilər. Müsbət sonsuzluq, belə deyək ki, mənfi sonsuzluq. Yəni, burada hər şeyi ala bilər. Bu nə deməkdir, müəllim? Məsələn, tutalım ki, kökün altında 4, burada misallar göstərmişəm. Məsələn, kökün altında 4 olanda kök çıxır 2. Amma kökün altında mənfi 4 olanda həqiqi ədədlər çoxluğunda bunun həlli yoxdur. Mənim səbəb. Çünki elə bir ədəd varmı onun kvadratı mənfi olsun? Yoxdur. Həqiqi ədədlər çoxluğunda həlli olmadığı üçün bunun həlli boş çoxluq götürür. Düzdürmü? Və tək dərəcədə olanda nə dəyişir? Tək dərəcədə olanda, məsələn, kökün altında tutalım ki, 8-dən kök çıxır, məsələn, 3-cü dərəcədən 2, amma 3-cü dərəcədən kök altında mənfi 8-dən kök çıxır, mənfi 2. Bunları bilirik. Burada məsələn, misallar vermişəm. Tutalım ki, 4-dən kök çıxır 2, mənfi 4-dən, belə yazaq ki, boş çoxluq. 3-cü dərəcədən kök 8 çıxır 2, 3-cü dərəcədən mənfi 8-dən çıxır, mənfi 2. Bunlar aydın məsələdir. Bunlar rahat bir şeydir. Bəs üstü kəsr olan ədədlərdə nə dəyişir? Üslü kəsr olan ədədlərdə diqqət yetirəcəyimiz məqam var. Yəni, tutalım ki, 4 üstündə 2-də 1 kəsri ilə mənfi 4 üstündə 2-də 1 kəsri, belə deyək də. Yəni, üslü kökdə artıq fərq var. Yəni, sən durub kök altında 4-dən 4 üstündə 2-də 1-ə eyni ifadə kimi, belə deyək ki, yanaşma. Eyni formada yanaşma. İndi səbəbini də deyəcəm niyə. Məsələn, 4 üstündə 2-də 1-dən 2 çıxır. Yəni, bu kökün altına bu formada düşür, 2 çıxır. Ay müəllim, eyni şey oldu axı. Və yaxud da bu, məsələn, mənfi 4 bu formada yenə də boş çoxluq. Yəni, görürsünüz ki, hal-hazırda eyni vəziyyətdə gedir. Bəs bu, burada 8 yenə də eyni, normal qaydasında gedir. Bəs burada nə dəyişir? Burada artıq işlər dəyişir biraz. Çünki səbəb nədir işlərin dəyişməyi? Məsələn, mənfi 8 üstü 3-də 1-ə sən 3-cü dərəcədən mənfi 8 kimi baxa bilməzsən. Bax, bu formada baxa bilməzsən. Niyə? Niyəsin birinci növbədə kəsrin xassəsinə görə niyəsin demək olar. Səbəb nədir? Bax, kəsrin xassəsinə görə, məsələn, 3-cü dərəcədən kök altına mənfi 8-dən mənfi 2 çıxdığını bilirik. Düzdürmü? Sən durub mənfi 8 üstündə 3-də 1-ə mənfi 2 desən, nə dəyişir? Mənim deyə bilərik də. İndi gəl kəsrin xassəsinə görə mən durub mənfi 8 üstündə 3-də 1-i
Yazıram belə. -8 üstündə 6-da 2 kimi. Yəni bunu da 2-yə vururam. Bunu da 2-yə vururam. Kəsrin sürətli məxrəcini 2-yə vura bilərəm. Düzdürmü? Bəli, müəllim. Onda olur -8 üstü 6-da 2. Yaxşı, bunu mən tezədən kəsir, kök altı ifadəsinə salanda olur belə. 6-cı dərəcədən 8-in kvadratı. 64. Bundan nə çıxdı? 2. Və yaxud nə çıxartmışdıq biz? -2. Elə bil ki, -8 üstü 3-də 1, 3-də 1. Fikir verdinizsə, həm -2 oldu, həm 2 oldu. Bu da riyaziyyatın fundamental qaydasına uyğun olaraq yanlışdır da. Yəni, bir dənə ifadə. Məfik elə bil ki, sadə dildə deyə, məsələn, 2 üstəgəl 4-ün 6 olduğunu da deyirsən, -6 olduğunu deyirsən. Belə bir şey mümkündür? Xeyr, belə bir şey mümkün olmadığı üçün artıq sən, yəni 3-cü dərəcədən -8-i durub -8 üstündə 3-də 1 yazmağın, yəni bu yanaşma doğru deyil. Yəqin ki, fikrim aydın oldu. Bunu başqa cür necə izah edə bilərsiniz müəllim? Məsələn, ümumi şəkildə, ümumiləşdirib belə yazmaq olar ki, gəlin belə danışaq. Yəni, sən durub tutalım ki, 3 üstündə, məsələn, x çıxılsın 1-də, 3-cü dərəcədən x çıxılsın 1-dirsə, məsələn, burada deyir ki, x-in hansı qiymətində ifadənin mənası var? Deyirsən ki, x-in bütün qiymətlərində mənası var. Çünki 3-cü dərəcədən x-1, x-in bütün qiymətlərində. Tək dərəcədən problem yoxdur. Məsələn, cüt dərəcədən yazsam, bax, birinci tutalım ki, gəlin bu sualı verək. Bunların yerini dəyişək. Belə yazaq da, bunların yerini dəyişək. Məsələn, onu da biraz yuxarıda artıq, səliqəyə salaq. Bax, birinci sual. Bu da ikinci sual olsun. Birinci sualda deyirəm, x-in hansı qiymətində mənası var. Sən avtomatik cüt dərəcə görən kimi, bax, burada dərəcəni tutam ki, 2, 4, 6, 8 və s. Cüt dərəcə görən kimi deməlisən ki, x-1 böyük bərabərdir 0, x böyük bərabərdir 1. Yəni, x-in 1-dən böyük qiymətlərində mənası var. 1, müsbət sonsuzluq. Bəs burada hər şey. X-in istənilən qiymətində x daxildir, mənfi sonsuzluq, müsbət sonsuzluq. Burada. X-in bütün qiymətlərində. Amma ifadə durub belə olanda, məsələn, x üstü 2-də 1, yenə bunu kökün altına salsan, təbii ki, x böyük minus 1 böyük bərabərdir 0, x böyük bərabərdir 1. Bəs bu olanda müəllim nə dəyişir? Bu olanda artıq yenə də x minus 1 böyük bərabərdir 0, x böyük bərabərdir 1 yazması. Yəni, qayda olaraq qeyd kimi yazın götürün. Qeyd. Kəsir üslü ifadələr sıfırdan böyük bərabər, bunu sıfırdan yazaq. Sıfırdan böyük bərabər götürülür. İstisna kəsir üslü qüvvət mənfi olarsa, sıfırdan böyük götürürlər. Səbəb nədir sıfırdan böyük götürülməyi? Yəni, sənə tutam ki, x minus 1 üstündə mənfi 3-də 1 veribsə, bu elə bil ki, artıq bu formalı bir ifadəyə düşür də. Belə düşür. Məxrəcə düşür axı. Təbii ki, məxrəcdə
Yəni normal olaraq bu vaxta kimi öyrənəcəyimiz qaydalarda sıfıra bölmə əlaməti olmadığı üçün məcbursan ki, sən burada x minus 1-i böyük 0 götürməlisən, x böyükdür 1 halı olmalıdır. Fikrim aydın oldu yəqin ki. Videoya, yəni belə deyək ki, bu nəticəli videoda bir dəfə danışmaqdan keçmir ki, yəni geriyə qaytarıb baxıb tam olaraq başa düşəcəyiniz vaxta qədər izləyə bilərsiniz. Növbəti videolarımızda davamı gələcək. Yəni belə deyək ki, gündəlik olaraq ümumi seçim hər hansı bir ifadənin düsturu. Hal-hazırda mövzu olaraq kvadrat köklər mövzusunu seçmişəm və orada bəzi düsturlar var ki, çox uzun-uzadı düsturlardır. Onların isbatını verərək qısa formalı videolar hazırlayacağım. Sağ olun, uğurlar olsun sizə.